Tabeli mürəkkəb cümlələr. Tabeli mürəkkəb cümlələrdə iki tərəf bir-birindən asılı vəziyyətdə olur. Baş və budaq cümlələrdən ibarət olur. Və tabeli mürəkkəb cümlələrdə baş cümlənin işarəsi kvadratdır. Bu baş cümlədir. Budaq cümlə isə dairə ilə işarə olunur. Bu isə budaq cümlədir. Tabeli mürəkkəb cümlələrdə iki cür sxemdən istifadə edirik. Deməli, elə cümlələr var ki, birinci baş, sonra budaq cümlə gəlir. Elə cümlələr də var ki, birinci budaq, sonra baş cümlələr gəlir. Burada da qeyd etdiyim kimi, burada bilməliyik ki, deməli, budaq cümlə baş cümlədən asılı vəziyyətdə olur. Asılı vəziyyətdə olduğu üçün həmişə ox budaq cümlədən baş cümləyə tərəf gedəcəkdir. Deməli, baş cümləsi birinci, budaq cümləsi ikinci gələn cümlələr var. Budaq cümlə birinci, baş cümləsi ikinci gələn cümlələr var. Tabeli mürəkkəb cümlələrdə əgər mübtəda və xəbərə diqqət ediriksə, məsələn, deyirdi ki, tabeli mürəkkəb cümlələri həmciz üzvlü cümlələrdən seçmək üçün mübtədaya diqqət etməliyik, xəbərə diqqət etməliyik. Birinci xəbərlərə baxırdıq. Xəbərlərin əgər şəxsləri eyni idisə mübtədalara baxırdıq. Hər xəbərin öz mübtədası olmalı, ayrı-ayrı üzvlərlə əlaqələnməlidir. Amma xəbərlərin şəxsi fərqli idisə, demişdik ki, o cümlə mütləq tabeli mürəkkəb cümlədir. Amma tabeli mürəkkəb cümlələrdə belə bir qayda yoxdur. Çünki tabeli mürəkkəb cümlələrdə ola bilər ki, bir xəbər, yəni iki xəbər bir mübtədəyə aid ola bilsin və yaxud da fərqli mübtədalara aid ola bilsin. Biz tabeli mürəkkəb cümlələrdə əsas bağlayıcı vasitələrə diqqət etməliyik. Hər iki sxemində öz bağlayıcı vasitələri var ki, hansı bağlayıcı vasitələr olduqda birinci baş, sonra budaq, hansı bağlayıcı vasitələr olduqda isə birinci budaq, sonra baş cümlə gəlir. İndi onlara diqqət edək. Yenə deyirəm, tabeli mürəkkəb cümlələrdə əsas diqqət hədəfimiz bağlayıcı vasitələr olmalıdır. Bir də xatırladım ki, tabeli bağlayıcıları varsa, o cümlə mütləq tabeli mürəkkəb cümlədir. İndi isə tabeli mürəkkəb cümlələrdə hər iki sxemə diqqət edək. Birinci baş cümləsi, gələn cümlələrə baxaq. Yenə ox budaq cümlədən baş cümləyə gedir, çünki budaq cümlə baş cümlədən asılı vəziyyətdə olur. İndi tabeli mürəkkəb cümlələrdə birinci bağlayıcı, tabellik bağlayıcılar haqqında deyim. Tabellik bağlayıcılar varsa, dedik o cümlə mütləq tabeli mürəkkəb cümlədir. Hansı tabellik bağlayıcılar olanda birinci baş cümlə, sonra budaq cümlə gəlir. Aydınlaşdırma bağlayıcılar olduqda, aydınlaşdırma. Aydınlaşdırma bağlayıcıları ki, beləki bağlayıcılardır. İkinci, bir də səbəb bağlayıcıları olduqda. Səbəb bağlayıcıları isə, səbəb bağlayıcıları, aydınlaşdırma bağlayıcıları. Səbəb bağlayıcıları isə, çünki ona görə ki, ona görə də, buna görə ki, buna görə də bağlayıcılardır. Onu da qeyd edeyim ki, aydınlaşdırma bağlayıcıları baş cümlənin tərkibində işlənəcəkdir. Səbəb bağlayıcıları isə budaq cümlənin tərkibində işlənir. Ancaq hər ki bağlayıcı da cümlədə, tabeli mürəkkəb cümlədə iştirak edibsə, birinci baş cümlə gəlir, daha sonra isə budaq cümlə gəlir. Üçüncü isə intonasiya ilə bağlanan mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr. İntonasiya ilə bağlanan tabeli mürəkkəb cümlələrdə iki cür qayda var. Məsələn, hər iki cümləni yazıram. Qonşum pisdir, köç qutar. Qonşum pisdir, köç qutar. Bu cümlədə qonşum pisdir, köç qutar cümləsində mən birinci cümləyə sasəni əlavə edə bilirəm. Əgər birinci cümləyə sasə əlavə edə bilirəmsə, intonasiya ilə bağlanan tabeli mürəkkəb cümlələrdə birinci cümləyə sasə əlavə edə bilirəmsə, əgər o cümlədə budaq başlı, birinci budaq cümlə gəlir, daha sonra isə baş cümlə gəlibdir. Əgər intonasiya ilə bağlanan cümləyə ki əlavə edə bilirəmsə, ki bağlayıcısını intonasiya ilə bağlanan cümləyə əlavə edə bilirəmsə, o zaman birinci baş, sonra budaq cümlədir. Mən intonasiya ilə əlaqələnən bu cümlədə isə özümüzdən ki əlavə edə bilirik. Dərsimi yazdım ki, danlanmayım. Əgər intonasiya ilə bağlanan tabeli mürəkkəb cümləyə özümüzdən ki əlavə edə biliriksə, onda birinci baş cümlə gəlibdir, daha sonra isə budaq cümlə gəlibdir. Amma əgər intonasiya ilə bağlanan cümləyə sasə əlavə edə bilirəmsə, sasəni əlavə edə bilirəmsə, onda deməli birinci budaq, sonra baş cümlə gəlibdir. Bir də deyirəm, birincisi baş, sonra budaq cümlə gələn tabeli mürəkkəb cümlələrdə ya aydınlaşdırma bağlayıcıları olur ki, belə ki bağlayıcıları, ya səbəb bağlayıcıları olur, ya da intonasiya ilə əlaqələnir. İntonasiya ilə əlaqələnən tabeli mürəkkəb cümlələrdə isə əgər mən o cümləyə sasə əlavə edə bilirəmsə, deməli birinci
budaq, daha sonra isə başdır. Əgər intonasiya ilə əlaqələnən tabeli mürəkkəb cümləyə ki əlavə eləyə bilirəmsə, birinci baş, sonra budaq cümlə gəlir. Bir də onu qeyd edeyim, niyə səbəb bağlayıcısının qabağında budaq cümlənin işarəsini çəkmişəm? Çünki səbəb bağlayıcıları budaq cümlənin tərkibində işlənir. Ancaq səbəb bağlayıcısı varsa birinci baş, sonra budaq cümlə işlənibdir. Mən gəldim, ona görə ki, səni görüm. Məsələn, bu cümlədə mən gəldim baş cümlə, ona görə ki, səni görüm budaq cümlədir. Amma burada ona görə ki, səbəb bağlayıcısı budaq cümlənin tərkibində işlənmişdir. Deməli, birinci baş, sonra budaq cümlə gələn tabeli mürəkkəb cümlələrin qaydası bu şəkildədir.